Ölkə miqyasında kəndə dəstək proqramı ilə əhali ilə məsləhətləşmələrə başlanılıb. Proqram çərçivəsində ilk görüş Marneuli Bələdiyyəsinin inzibati vahidliklərində həyata keçirilib. Bələdiyyənin meri birinci müavini ilə birlikdə Qasımlı ilə Qaçağan kəndlərində yerli sakinlərlə görüşdə iştirak edərək əhalinin ehtiyaclarını dinləyib. Proqramın həyata keçirilməsi üçün mərkəzi büdcədən Marneuli Bələdiyyəsinə 1 milyon 232 min lari ayrılıb. Biz artıq yerli sakinlərlə yerində görüşürük. Biz onların həm inisiativlərinə, həm problemlərinə qulaq asırıq və bu proqram çərçivəsində biz istəyirik ki, onların problemləri, onların inisiativası nəzərdə tutulsun və bizim kəndimizin bir çox problemli məsələlərini burada da insanlarımız dilə gətirdilər. Onlar da bunların həll olması üçün gərəkli fikirləri söylədilər, bildirdilər, sağ olsunlar. Bizim bugünkü əsas tələbimiz ondan ibarət idi ki, biz istəyirdik ki, bu ilki layihədə kəndimizin qəbristanlığında kişi və qadın ayaq yolunun olmasıdır. Eyni zamanda bunun yanında məzarlıqda orada alət ədəvatlarının qoyulmasıdır. Bizim də nə problemimiz var dedik, hamısına razılıq elədilər, çox sağ olsunlar. Bizim də qəbristanlığa asfalt lazımdır yollarımıza. Bir də qəbristanlıqda ayaq yolu lazımdır ki, kişi qadın üçün onda söz verdi ki, həll eləyəcək. Biz vətəndaşlar da rəhbərlikə xahiş edirik ki, indiyənə qədər gördüyümüz işi davam elətdirin. İşıq sistemində adca yarımçıq var, onu axıra qədər davam elətdirsinlər. Yollarımız çox yaxşıdır, qazımız yaxşıdır, işığımız yaxşıdır, sumuz yaxşıdır hər gündə. Biz artıq dərəcədə onlardan xahiş edirik ki, belə görüşləri tez-tez eləsinlər. O söz var deyir, yumruq hamı bir olsa dağı yerindən oynadar.